Hər vaxtınız xeyir dəyərli tələbələr. Bu videoda sizlərə elektron hökumət portalına aid ağlınıza gələn, gəlməyən bütün sualları izah edəcəm ki, hər hansısa bir sual düşsə qəbulda mütləq onu doğru yazasınız. Vaxt itirmədən keçirik elə birinci sualımıza. Deyir, elektron hökumətin əsas mahiyyəti nədən ibarətdir? Elektron hökumət nə idi? Müasir informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara, yəni Azərbaycan vətəndaşlarına, əcnəbilərə və hüquqi şəxslərə, yəni təşkilatlara informasiya və elektron xidmətlərin göstərilməsi. Sualın düzgün cavabı demək olacaq B variantı. Elektron hökumətin yaradılmasında əsas məqsədlərdən biri nədir? Baxın, belə bir sual qəbula düşərsə mütləq variantları oxuyun. Çünki qəbul imtahana düşən suallarda görəcəksiniz ki, onsuz da ki, sizə xeyli kömək eləyir, yəni sualın variantları. Və burada deyir, dövlət büdcəsini artırmaq. Niyə belə bir şey olsun ki, bu pis bir şeydir axı? İnternet provayderlərin gəlirlərini artırmaq yanlış, məhkəmə prosesini uzatmaq yanlış, vətəndaşların xarici ölkələrə köçməsini təşviq etmək əlbəttə yanlış. Düzgün cavab burada A variantıdır. Əsas məqsədlərdən biri nə idi? Dövlət qulluqçuları və vətəndaşlar arasında olan məsafəni azaltmaq, yəni əlçatanlığı təmin etmək. Elektron hökuməti portalı hansı prinsip əsasında təşkil olunub? Bir pəncərə prinsipi əsasında. Bir pəncərə prinsipi nə idi? Yadınıza gəlirsə mən nə demişdim? Demişdim, bir pəncərə prinsipi 40-dan çox şirkətin, yəni 40-dan çox dövlət qurumunun bir portalda yığışmasıdır ki, onlar arasında informasiya mübadiləsi baş verir. Bu bir pəncərə prinsipi idi. Dördüncü sual. Elektron hökumət layihəsinin vətəndaşlar üçün əsas üstünlüklərini seçin. Mən qeyd eləmişdim, vətəndaşlar üçün üstünlüklər nələrdir? Baxın, burada da qeyd eləmişik. Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi, dövlət orqanları ilə təmasların sadələşdirilməsi, çevik formada həyata keçirilməsi, informasiya tələbatının dolğun ödənilməsində rahatlıq və məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxışı imkanı əldə etməsi. İndi burada biz baxsaq, deyir ki, seçmək lazımdır. Müasir texnologiyanın geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərələrinin artması bu hökumət üçün olan üstünlükdür. 2. Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etmələri. Bəli, bunu götürəcəyik. Deməli, doğru cavablardan biri bax bu ikinci olmuş olacaq. Buradan da işarə eləyək. Növbəti 3. informasiya tələbatının dolğun ödənilməsində rahatlıq. Bəli, bu da aiddir. Deməli, 3 nömrəni də biz götürəcəyik. Bu da doğru fikirdir. Effektiv, şəffaf nəzarət oluna bilən dövlət idarəetməsinin bərqərar olması bu hökumət üçün lazım olan, yəni üstünlüyüdür. Büdcə vəsaitlərinə qənaət edilməsi və dövlət xidmətlərinin göstərilməsi müddəti xərclərinin azalması bu da hökumət üçün üstünlüyüdür. Və məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etmələri, bəli, bu doğrudur. Deməli, cavab olacaq 2, 3, 6 A variantı. Gəldik növbəti sualımıza. E-dövlət dedikdə nələr nəzərdə tutulur? Mən bunu keçən, yenə deyirəm, dərs sahəsində demişdim bunları. Elektron dövlət dedikdə elektron hökumət, parlament və elektron məhkəmə nəzərdə tutulur. Dövlət dedikdə bax bu üçü nəzərdə tutulur. 3 əsas struktur. 6-cı sual. Elektron imzaların istifadəsi üçün yaradılan qurum necə adlanır? İndi bunu siz daha yaxşı bilərsiniz. Milli Sertifikasiya Xidmətləri Mərkəzi adlandırılmış olur. Bax, burada ona görə düzgün cavabımız olacaq. Deməli, B variantı. Milli Sertifikasiya Xidmətləri Mərkəzi. Növbəti sualımıza gələk. 6-cı sual keçdi. 7-ci suala gələk. Dövlət informasiya ehtiyatlarının inteqrasiyası və effektiv idarə edilməsi sahəsində əlaqələndirici qurum hansıdır? Əlbəttə ki, elektron, deməli, hökumətin inkişaf mərkəzi. Belə bir mərkəz var ki, bunlar əsasən bax bu işlərlə məşğul olur. Həmçinin də vətəndaşların elektron hökumət barəsində informasiyasını daha da artırmaq üçün təbliğ, təşviqat işi aparırlar. Deməli, düzgün cavab burada olacaq C variantı. Elektron hökumətin inkişafı mərkəzinin fəaliyyətləri istiqamətinə daxil deyil. Deməli, elektronlaşdırılmış dövlət xidmətləri bu daxildir. Elektron vizanın verilməsi daxildir, rəqəmsal ödəniş sistemləri daxil, xidmətlərin əhali arasında tətbiqi daxil, kağız sənədlərin çap olunması xeyir. Söhbət burada hər şey elektronla gedir axı. Ona görə düzgün deyil. 9-cu sual. Elektron hökumətdə deməli G2C, yəni bu nə deməkdir? Government to və deməli citizen. Bu dövlətlə vətəndaş arasında olan deməli komponenti ifadə eləyirdi. O zaman dövlət vətəndaş olacaq düzgün cavabımız. Yəni düzgün cavab olacaq C variantı. Sonra yazıb G2B, bu isə deməli dövlətlə biznes, yəni biznes sahibkarları arasında özəl sektor deyə bilərik, problem yoxdur. Government to business, o da dövlət özəl sektor arasında deməli komponent ifadə edir və bir də nə var idi? Dövlət qurumları arasında deməli informasiya mübadiləsi, yəni bu komponentdə dövlətdən dövlətə, o da düzgün cavabımız A variantı olmuş olacaq.
12. Aşağıdakılardan hansı elektron hökumətin fəaliyyət prinsiplərinə aid deyil? Qanunvericiliyin tələblərinə riayət edilməsi. Bəli, bu aiddir də. Yəni burada hər hansısa bir yanlışlıq yox. Məlumatların təhlükəsizliyinin təmin olunması, bu da doğrudur. Dövlət və milli maraqların qorunması düzgündür. Məlumatların əldə edilməsinin çətinləşdirilməsi, bəli, bu prinsiplərinə aid deyil. Əksinə, məlumatların əldə edilməsinin asanlaşdırılması olmalı idi. Y variantı da doğrudur. Yəni prinsiplərinə aiddir. Dövlət qurumları arasında səlahiyyət bölgüsü. 13-cü suala baxaq. Elektron hökumətin istifadəçi üçün əhəmiyyəti nədədir? Bax, istifadəçidən söhbət gedir, yəni vətəndaş üçün nədədir? Məlumat axtarışına sərf olunan vaxtın maksimum azaldılması. Əla, düz, elə bunu götürəcəyik. Xidmət haqqının artırılması yanlış, yalnız paytaxt ərazisində xeyri. Dedik axı, elektron hökumət imkan verir ki, hansısa ucqar bir kənddə və yaxud da rayonda qalan insan öz məlumatlarına sürətli bir şəkildə, belə deyək, daxil olsun və görsün. Bürokratik əngəllərin artması xeyir, kağız sənədlərinin artması xeyir, əksinə azalması. Keçdik 14-cü suala, görək burada nə deyir? Elektron hökumətin hökumət üçün, yəni bəli, dövlət üçün, hökumət deyək, elə hökumət üçün üstünlüklərindən biri hansıdır? Yenə deyirəm, bu hissədə biz hökumət üçün üstünlüklərini qeyd eləmişdik. Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərələrinin artması, büdcə vəsaitlərinə qənaət edilməsi, effektiv şəffaf nəzarət oluna bilən dövlət idarə etməsi və dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyin təmin olunması. İndi geri qaytarsaq, sualımızı variantlar oxusaq, hökumət üçün üstünlüyü, büdcə vəsaitlərinə qənaət edilməsi üçün bu düzgündür. Elə düzgün cavabımız A variantı olacaq. Digər variantlara nəzər salsaq, işçilərin sayının süni şəkildə artırılması yanlış. Əlbəttə ki, işçi süni şəkildə niyə artırsın ki? Bu artıq düzgün deyil. Vətəndaşların idarə etmədən kənarlaşdırılması, əksinə idarə etmədə daha da, belə deyək, bəzi məsələlərdə onlara da haqq verilməsi, informasiya təhlükəsizliyinin zəiflədilməsi, əksinə möhkəmlənməsi, xidmət müddətinin uzadılması, xeyr, bu da yanlışdır. Yəni xidmətin azaldılması mümkündür. Elektron hökumətin vətəndaşlar üçün üstünlüklərinə nələr aiddir? Dövlət orqanları ilə təmasın çətinləşməsi yox, asanlaşması. O zaman bu variant düzgün deyil. Məhdud imkanlı insanların xidmətlərə çıxış imkanı əldə etməsi, bəli, bu vətəndaşlar üçün üstünlüklərindən biri idi. Demək elə bu sualın düzgün cavabı budur. İnformasiya əldə etmək üçün xüsusi icazə tələb olunması, yəni bu hər hansısa bir üstünlük deyil. Yalnız iş saatlarında müraciət imkanı, bu da bir üstünlük deyil. Xərclərin artırması, bu da düzgün deyil. Demək elə B variantı düzgündür. Elektron hökumətin biznes sektoru üçün üstünlüyü nədir? Xarici bazarlara çıxış imkanının artması, bəli, mən bunu dərs sahəsində qlobal demişdim. Qlobal bazarlara çıxış imkanının artması həqiqətən də biznes sektoru üçün üstünlüyüdür. Vergi yoxlamalarının sayının artması. Əslində bu pis bir şey deyil, yəni, amma biznes sektorları üçün çox da belə yaxşı bir şey, üstünlük deməzdim. Lisenziya alma müddətinin uzanması xeyir, əksinə azalması olar. Rəqabət qabiliyyətinin azalması xeyir, rəqabət lap da yüksəlir. Bununla da biznes sektoru inkişaf eləyir. Dövlət orqanları ilə əlaqələrin məhdudlaşdırılması yox, əksinə genişləndirilməsi. 17. Elektron dövlət anlayışı ilə elektron hökumət anlayışı arasında fərq nədir? Elektron dövlət özündə 3 dənə anlayışı birləşdirir. Elektron hökumət, elektron parlament və deməli elektron məhkəmə. İndi burada da düzgün cavabımıza bir dənə baxaq. Deyir elektron dövlət, bəli, daha genişdir. Elektron hökumət onun bir qoludur. Tamamilə düzgün fikirdir. Bəli, onun bir qoludur. Bir qolu elektron məhkəmə, bir qolu da deməli elektron parlamentdir. Elektron dövlət hansı orqanları əhatə edir? Dedik də burada, düzdürmü? İcra edici orqan, deməli, elektron hökumətdir, qanunverici orqan, elektron parlamentdir, məhkəmədə elektron məhkəmədir. Bax, bu 3 dənəsi bu orqanları ifadə edir. 19. İngilis dilindəki elektron government termini Azərbaycan dilində necə anlayışa uyğun gəlir? Dövlət deyənlər dalaşacağıq, government, hökumət. O zaman düzgün cavabımız 19-cu sualda Y variantı olacaq. Da işarələyək. Növbəti gələk bir sualımız 20. Elektron hökumət portalının internet ünvanı hansıdır? Deməli, burada düzgün cavabımız A variantıdır. egov.az saytıdır. Biz ora daxil olsaq, indi buradan da zaten göstərə bilərəm. Egov deyə burada daxil olmuşam elə. egov.az və buradan da biz portala mygov.gov.az portalına daxil olub özümüz barəsində məlumat əldə edə bilərik. Amma elektron portal bəli bu formada olur. Hətta əvvəlki versiyasına keçid eləyə bilərik. Buradan vuraraq, elə əvvəlki versiyasına keçid etəmdi. Burada vuraraq əvvəlki versiyasına, görürsünüz, alt yazılıb. Yəni köhnə versiyasına keçid eləyə bilərik. Geri qaytaraq, deməli düzgün cavabımız burada oldu. egov.az, yəni A variantı. Gəldik 21-ə elektron hökumətin formalaşması üzrə işlərin əlaqələndirici qismində hansı nazirlik deməli
əsas rol oynayır. Əlbəttə ki, burada əsas məsələ nədir? Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir daha doğrusu. Bu qurum həyata keçirir. Demək, düzgün cavab burada oldu. C variantı. 22. Portalın istifadəçiləri kimlərdir? Portalın istifadəçiləri kimlərdir? Fiziki və hüquqi şəxslərdir. Yəni fiziki şəxs bizləri, hüquqi şəxslər şirkətlərdir, bir də dövlət qurumları portalın istifadəçiləridir. Elektron hökumət portalının modulluq və miqyaslıq prinsipi nə deməkdir? Baxın, biz orada prinsiplər barəsində danışmışdıq. Şəffaflıq prinsipi var idi, asan əldə olunma prinsipi var idi. İndi burada düzgün cavab elə A variantıdır. Ciddi dəyişikliklər edilmədən proqram texniki və komponentlərin inkişaf etdirilməsi imkanıdır. İndi gəlin, mən sizə həmin o prinsiplərdən, bax, bu hissədə də göstərim. Buradadır, baxın prinsiplər. Sərbəstlik, sistemlilik, səmərəlilik, şəffaflıq, istifadə asanlığı, təhlükəsizlik, modulluq və miqyaslılıq nə idi? Ciddi dəyişiklik etmədən portalın proqram texniki komponentlərinin inkişaf etdirilmə imkanı olması. Yəni birdən-birə hər şeyi sıfırlayıb təzədən üzərində düzəliş etmirlər. Sadəcə müəyyən bir, yəni ciddi dəyişiklik etmədən müəyyən bir dəyişiklik eləyirlər. Bununla da bizim sistemdə məlumatlarımız birdən-birə silinmir. Deməli, düzgün cavab oldu A variantı burada. Növbəti bir variantımıza gələk, yəni növbəti bir sualımıza gələk. Portalın sərbəstlik prinsipi nəyi ifadə etmiş olur? Portalın fəaliyyətinin qoşulmuş sistemlərdəki dəyişikliklərdən asılı olmaması. Bəli, yəni hər hansısa bir sistemdə, tutaq ki, deyirəm, bir inzibat vəzifə olaraq hansısa bir insan çıxsa, bir insan gəlsə, onun hər hansısa bir, belə deyək, portala dəxli yoxdur. Yəni elə qurulub ki, burada əsas sistem, qoşulmuş sistemlərdəki dəyişikliklər ora heç bir təsir eləmir. Yəni nazirliyin adı dəyişdi, tutaq ki, hər hansısa bir nazirliyin bunun portala nə dəxli var? Heç bir dəxli olmayacaq. O öz yenə iş prinsipini həyata keçirəcək. 25. Sistemlilik prinsipi dedikdə nəyə nəzərdə tutuluq? İnformasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı əlaqələrinin uzlaşmasının təmin edilməsi. Bax, budur. Sistemlilik prinsipi. Sistemlərinin əlaqələrinin uzlaşmasının təmin edilməsi. 26. Portalda təhlükəsizlik prinsipi nədir? Əlbəttə, təhlükəsizlik prinsipi odur ki, məlumatlar qorunmalıdır. Bax, burada nə deyir? Sertifikatlaşdırılmış proqram təminatından istifadə etmək. Bəli, düzgün cavab budur. Yəni, durub hansısa bir, belə deyək də, əlavə proqramdan yox, sertifikatlaşdırılmış proqramdan istifadə olunur ki, burada məlumatlar təhlükəsiz şəkildə qorunsun. Hər kəsə açıq məlumat bazası yoxdur. Yəni, bunun müəyyən bir hissəsi, bəli, vətəndaşlar üçün açıqdır, amma əlbəttə, hər bir vətəndaşın özünün xüsusiyyəti, özünün, belə deyək, müəyyən məlumatları ancaq özü girib baxa bilər. Şifrələnməmiş kanallardan, xeyr, şifrələnmiş kanallardan istifadə olunur. Məlumatların qorunmaması, əksinə məlumatların qorunmasıdır. Yalnız xarici proqramlardan, xeyr, yalnız xaricidə proqramlardan istifadə edilmir. 27. Portalın istifadə asanlığı prinsipi hansı yanaşmaya görədir? Deməli, hər girişdə yenidən qeydiyyat tələbi, təbii ki, səhv, mürəkkəb interfeys səhv, bir pəncərə prinsipi əsasında məlumatlardan çoxsaylı istifadə, bəli, bu bizim düzgün cavabımız olmuş olar. Məlumatlardan çoxsaylı, yəni dəfələrlə biz eyni sənədi yükləyə bilərik elektron hökumət portalına. Portalın səmərəlilik prinsipi nə ifadə etmiş olur? İnformasiya mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi, vaxt itkisinin azaldılması. Bəli, səmərəli bu deməkdir də. Yəni, qısa zaman ərzində məlumatlarımızı əldə etmiş oluruq. Portalın şəffaflıq prinsipi nəyi təmin edir? Baxın, portalın şəffaflıq prinsipi dedikdə məlumatlılığın gizliliyi yox, bu yanlışdır. Şəffaflıq dedikdə bunu nəzərdə tutmuruq. Hesabatlılığı və prosedurların izlənilməsi üçün şəraitin yaradılması. Bəli, bu düzgündür. Həqiqətən də hesabatlar və prosedurlar izlənilməsi üçün şəraitin yaradılması şəffaflıq prinsipidir. Elektron hökumət portalının texniki texnoloji infrastrukturuna daxil deyil. Mən yadınızdadırsa bunu ən axırda göstərmişdim sizlərə. Bax, orada elektron hökumət şülüzü var idi. Dövlət informasiya ehtiyatlarının reyestri var idi. Portalın ehtiyat mərkəzi, backup demişdik, o da var idi. Telekommunikasiya kanalları, o da var idi. Elektron hökumətin kağız sənədlər arxivinə nə əlaqəsi? Heç bir əlaqəsi yoxdur. Ona görə bu infrastruktura daxil deyil. Elektron hökumət portalı hansı hissələrdən ibarətdir? Mən bunu da demişdim. İnformativ hissə var idi ki, hər kəs orada məlumat oxuya bilər. İnteraktiv hissə var idi ki, istifadəçi öz məlumatlarını ora daxil edir, özü haqqında olan məlumatları müəyyən bir baxış edə bilər, onları yükləyə bilər. Yəni, informativ və interaktiv. Düzgün cavab olacaq B variantı. Portalın informativ hissəsi nə üçün nəzərdə tutulub? Yalnız interaktiv xidmətlər. Burası yanlışdır. A yanlışdır. Məlumatların daxil edilməsi üçün yanlışdır. İnformativ xidmətlər və interaktiv xidmətlər barədə məlumat almaq üçün. Bəli, bu bizim düzgün cavabdır. Məlumat almaq üçün biz informativ hissədən istifadə edirik.
33 portalın interaktiv hissəsi nəyə xidmət eləyir? İnteraktiv xidmətlərdən istifadəyə şərait yaradır. Yəni biz orada mən girib tutaq ki, interaktiv hissədə məlumatlarımı daxil edib diplomumu yükləyə bilərəm. Amma siz mənim diplomumu yükləyə bilməyəsiniz. Yəni bu normaldır da, çünki mən interaktiv hissədəyəm hazırda. Elektron dövlət mühitində tətbiqi məsələlər sırasında ən vacibi hansıdır? Bütün sənədlərin ləğv edilməsi. Təbii ki, yanlışdır. A variantı düzgün ola bilməz. Kargüzarlığın və sənəd dövriyyəsinin elektron formaya keçirilməsi tamamilə düzgündür, bəli. Əsas məsələ nədir? Kağız üzərində olan hər bir şeyi elektron bir formaya salmaq ki, nə vaxtsa o kağız üzərində olan məlumatlar itbat olsa, biz onu elektron formada əldə etmiş olaq. Bunu da hətta mən sizə demişdim. 4-cü kurs tələbələrimiz üzülürlər hər dəfə deyəndə ki, bəs sizin diplomlarınız elektron formada sizə veriləcək, kağız formasında yox. 35. Elektron hökumətin əsas üstünlüklərindən biri kimi effektiv, şəffaf nəzarət oluna bilən dövlət idarə etməsi kimlər üçün nəzərdə tutulub? Dövlət idarə etməsi effektiv, şəffaf, nəzarət oluna bilən, əlbəttə ki, bu hökumət üçün belə deyək, üstünlüklərdən biridir. Çünki effektiv və şəffaf nəzarət oluna bilən hökumət nəzarət edir də digər məsələlərə, biznes sektorlarına və vətəndaşlara. Ona görə bu hökumətin üstünlüyüdür. Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi vətəndaşların üstünlüyüdür. Ona görə cavab olur B. Dövlət orqanları ilə səmərəli operativ şəkildə əlaqələrin qurulması, bu da artıq deməli biznes sektoru üçün əsas üstünlükdür. Dövlət orqanları ilə rahatlıqla əlaqəyə girə bilərlər. Elektron hökumətin yeni modelində nəzərdə tutulan əsas yeniliklərdən biri nədir? Vahid elektron kabinet, bəli bu düzgündür. Kağız pasportlarının ləğvi, belə bir şey hələ ki nəzərdə tutulmayıb. Bütün xidmətlərin pullu olması, xeyr, bu da düzgün deyil. İnternet klubların yaradılması, əlbəttə ki, bu da deyil. Xarici serverlərdən istifadə, xeyr, mümkün olduğu qədər daxili serverlərdən istifadə etmək lazımdır. Vahid elektron kabinet, yəni düzgün cavab A variantı. Elektron hökumət portalı vasitəsilə informasiya mübadiləsi hansı rejimdə həyata keçirilir? Real vaxt rejimində. Yəni siz cari olaraq əgər kompüterdən müəyyən bir məlumat daxil edirsinizsə, əldə edirsə, bu real vaxt rejimindədir. Bu deyir həftədə bir dəfə, yox əlbəttə ki. Yalnız gecə saatlarında yox, ayda bir dəfə yox, sorğudan 3 gün sonra yox. Real vaxt rejimində. Yəni canlı olaraq nə vaxt əldə etmək istəyirsinizsə girirsiniz, günün istənilən saatında, bayram gününə fərqi yoxdur da. Yəni portal hər zaman açıqdır. İstədiyiniz vaxt. Yəni buna real vaxt rejimi deyirlər. 40. Elektron hökumət inkişaf mərkəzi elektron xidmətlərin göstərilməsi hansı vasitəsilə həyata keçirilir? Elektron hökumət portalı vasitəsilə. Düzgün cavab C variantıdır. Sənədə əsasən elektron parlament hansı anlayışın tərkib hissəsidir? Təbii ki, e-dövlətin tərkib hissəsidir. Yəni e-dövlətin 3 tərkib hissəsindən biridir elektron parlament. Gəldik 42-ci suala. Sənədə əsasən istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq xidmətdən istifadənin mümkünlüyü nəyin göstəricisidir? Çox maraqlı sualdır. Yəni istifadəçi coğrafi məkandan, rayondan, şəhərdən, kənddən asılı olmayaraq bir şeyi istifadə edə bilirsə, bu nəyin mümkünlüyünün göstəricisidir? Əlbəttə ki, bu elektron hökumətin əhəmiyyətinin göstəricisidir. Yəni portalın təhlükəsizliyinin yox, dövlət təşkilatları arasında modelin yox, elektron imzanın yox, modulluq prinsipinin yox, elektron hökumətin əhəmiyyətinin göstəricisidir və bunun əlçatanlığın göstəricisidir. Elektron dövlətin yaradılmasında əsas məqsədlərdən biri nədir? Dövlət sirrinin qorunmasını zəiflətmək, təbii ki, bu pis şeydir, məqsəd ola bilməz. Cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakını təmin etmək, bəli, həqiqətən də düzgündür. Düzgün cavab budur. Government to citizen ifadəsinin qısaltması nədir? Baş hərfləri C, 2, yəni to 2 kimi yazılır və C. O zaman düzgün cavabımız C variantı olmuş olacaq. Bu G2G-dir. Yəni government to government, dövlət təşkilatları arasında informasiya mübadiləsi. Elektron hökumət portalının texniki komponentlərindən biri olan şülüz nəyə aiddir? Ümumiyyətlə şülüzü biz keçmişik də artıq kompüter şəbəkələri dərsindən keçmişik ki, şülüz nə işə baxır? Gateway. Lokal şəbəkədən qlobal şəbəkəyə çıxışı təmin edən bir qurğudur. Müxtəlif protokollu şəbəkələri bir-biri ilə əlaqələndirir və əlbəttə ki, burada düzgün cavabımız texniki texnoloji infrastruktura aiddir. Düzgün cavab B variantıdır. Elektron hökumətin formalaşması hansı təcrübəyə əsaslanır? Əlbəttə ki, yəni burada deyil yalnız yerli təcrübəyə əsaslanır, xeyr, beynəlxalq təcrübəyə əsaslanır. Zaten bizdə yox idi da, yəni əsaslansa, yəni elektron hökumət yeni bir şeydir axı, bizdə ola bilməz. Sovet dövrü yanlışdı, Sovetdə belə bir şey yox idi. Özəl şirkətlər yox, şifahi razılaşmalar yox, beynəlxalq təcrübəyə əsaslanır. Elektron hökumətin hökumət üçün əsas üstünlüklərindən biri hansıdır? Büdcə vəsaitlərinə qənaət edilməz. Bəli, elə sualın düzgün cavabı A variantı olar. Sən deyir, xarici bazarlara çıxışın imkanının artması. Bu, elektron hökumətin
Biznes sektorları üçün üstünlük olar B variantı. Vətəndaşların dövlət idarəsində iştirakı vətəndaşlar üçün üstünlük olar. Məhdud imkanlı insanların xidmətlərə çıxışı vətəndaşlar üçündür. Rəqabət qabiliyyətinin artması isə biznes sektorları üçündür. 49. Hökumət üçün elektron hökumətin tətbiqi nəticəsində dövlət xidmətlərinin göstərilməsi müddəti, xərcləri necə dəyişir? Müddət azalır, xərclər də azalır. Hər ikisi azalır. Həm xidmət azalır, həm də xərclər azalır. Odur ki, düzgün cavabımız elə B variantı olmuş olacaq. Aşağıdakılardan hansı elektron hökumətin hökumət üçün təmin etdiyi üstünlüklərdən biridir? İqtisadi aktivliyin artması. Yox, bu düzgün cavabımız olmaz. İnformasiya tələbatının ödənilməsində rahatlıq, bu da vətəndaş üçün üstünlükdür. Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması, təhlükəsizliyin təmin olunması, bəli. Bu bizim sualımızın düzgün cavabı olmuş olar. Gəldik növbəti suala, sürətimiz də pis deyil. Elektron hökumətin tətbiqi dövlət idarə etməsində hansı mühitin bərqərar olmasına şərait yaradır? Dövlət idarə etməsində hansı mühitin? Qapalı və nəzarətsiz idarə etmə. Yox, bu yanlışdır, nəzarətsiz deyil, açıq və nəzarətlidir. Yalnız mərkəzləşdirilmiş bürokratik idarə etmə yanlış, bahalı və lənc yanlış, effektiv, şəffaf nəzarət oluna bilən. Bəli, bu düzgün cavabımızdır. Müasir texnologiyaların geniş tətbiqi hökumət orqanlarının fəaliyyətinə necə təsir edir? Əlbəttə ki, hökumət orqanları bir-biri ilə daha aktiv şəkildə, bir-biri ilə daha belə deyək, fəaliyyətlərini səmərəli şəkildə görürlər. Odur ki, düzgün cavab elə burada fəaliyyəti daha qapalı edirsə, süni şəkildə işçilərin sayı artırılırsa, büdcə xərcləri artırırsa, yerli özünü idarə etmə ləğv edirsə, fəaliyyətin səmərələrini artırır. Yəni düzgün cavab olacaq E variantı. Elektron hökumətin vətəndaşlar üçün üstünlüyü əsas bunlardan düşür. Ona görə bunlara üstünlük vermişəm. Vətəndaşlar üçün əsas üstünlüklərindən biri nələrdir? Dövlət idarəçiliyində fəal iştirak etmə. Yəni düzgün cavab A variantı. Vətəndaşların dövlət orqanları ilə təmasları elektron hökumət necə xarakterizə olunur? Mürəkkəb və çoxmərhələli xeyir, sadələşdirilmiş, daha münasib və çevik. Bəli, düzgün cavab olacaq B variantı burada. 55. Elektron hökumətin sosial baxımdan həssas qruplar üçün yaratdığı üstünlük nədir? Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanları əldə etməsi. Bəli, bu sosial baxımdan həssas qruplar üçün yaratdığı bir üstünlükdür ki, kifayət qədər məncə qiymətli bir, belə deyək, hadisədir. Bunu dəyərləndirmək lazımdır həqiqətən də. Vətəndaşlar informasiya tələbatı ilə bağlı elektron hökumətin üstünlüyü nələrdədir? Yalnız pullu şəkildə olması xeyir, pulsuz xidmətlər çoxdur. Əldə edilməsinin çətinləşdirilməsi, xeyir asanlaşdırılması, yalnız dövlət sirri olan məlumatların yayılması bu ümumiyyətlə gülməlidir. İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq, bəli, bu düzgün cavabımızdır. Biznes sektoru üçün elektron hökumətin əsas üstünlüklərinə nələr aiddir? Dövlət idarəçiliyində fəal iştirak vətəndaş üçün üstünlükdür. Büdcə vəsaitinə qənaət edilməsi hökumət üçün üstünlükdür. Məhdud imkanlı insanların xidmətə çıxışı vətəndaş üçündür. Yerli özünü idarə etmənin bərqərar olması, deməli, bu da hökumət üçündür. İqtisadi aktivliyin və rəqabətin artması, bəli, bu biznes sektoru üçün üstünlükdür. Biznes subyektlərinin dövlət orqanları ilə əlaqələri elektron hökumətdə necə qurulur? Səmərəli və operativ şəkildə. Bəli, bu elə düzgün cavabımızdır. 59. Elektron hökumətin tətbiqi nəticəsində biznes sektoru üçün xərclər necə dəyişir? Xərclər dövlət tərəfindən ödənilir. Bu yanlışdır. Yalnız xarici şirkətlər üçün azalır. Yanlışdır. Dəyişməz qalır. Xərclər nisbətən də olsa azaldılır. Bəli. Aşağıdakı üstünlüklərdən hansı birbaşa hökumətə aid deyil? Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması bu aiddir. Büdcə vəsaitlərinə qənaət edilməsi aiddir. Vahid informasiya fəzanın formalaşması aiddir. Dövlət orqanları ilə təmasların sadələşdirilməsi üçün bu zaten burada qeyd olunub ki, vətəndaşlar üçündür. Ona görə düzgün cavabımı D variantı götürdüm. Son iki sual, rəqabət qabiliyyətinin artması elektron hökumətin hansı istifadəçi qrupu üçün üstünlükdür? Təbii ki, rəqabət dedikdə biznes sektoru üçün üstünlükdür. Düzgün cavab oldu E variantı. Və biznes sektoru üçün xarici bazarlara çıxış imkanının artması biznes sektoru nəyin deyir nəticəsidir? Elektron hökumətin yaratdığı üstünlüklərin nəticəsidir. Kim üçün? Biznes sektoru üçün yaratdığı üstünlüklərdən biridir. Xarici bazarlara çıxış imkanının artması. Düzgün cavab C variantı. Heç digər iki variantı oxumağa dəyməz. Belə, bu da oldu elektron hökumətə aid düz 62 sual. Mən elə gəlir ki, bu suallardan əlavə hər hansısa bir sual düşməz. Siz də mütləq onu doğru yazarsınız. Hər birinizi uğurlar.